Azərbaycan ordusunun hərbi qulluqçusu əsgər Əli Ramin oğlu İbrahimli oktyabrın 5-i axşam saatlarında kəskin ürək-ağciyər çatışmazlığından vəfat edib. Faktla bağlı araşdırma aparıldığı bildirilir. Əsgər oktyabrın 6-sında Şəmkirdə dəfn olunub. Toplum TV-nin həbsdə olan əməkdaşı Fərid İsmailov ölüm təhdidlərinə və saxlanma şəraitinə etiraz olaraq oktyabrın 6-sından aclıq aksiyasına başlayıb. Onun anası bildirib ki, oğlu səhhətində problemlərə baxmayaraq soyuq və dolu kamerada saxlanılır. Həmas və İsrail vasitəçilərin iştirakı ilə Qəzza zolağında atəşkəs razılaşmasının bir hissəsi olaraq girov və məhbusların siyahılarını mübadilə edib. Bunu Həmas nümayəndəsi Tahir Əl-Nunu bildirib. O qeyd edib ki, İsrailin verdiyi siyahıda razılaşdırılmış sayda Fələstinli məhbuslar yer alıb, lakin dəqiq say açıqlanmayıb.